Onkoloji xəstəxana məni yoxlanışdan keçirdəndən sonra, analizləri verəndən sonra mənə dedi ki, sən onkoloji xəstəsən. Sənin düz bağırsağın xəstədir. Utanırdı hər kim gələndə, xəstə necəsən falan. Dedim, vallahi mən də siz kimi bir adamım, sirə bir adamım. Xəstə deyiləm. Var idi, düzəldi, getdi də. Neçə dənə qurban kəsdilər mən üçün. Sevindilər, yeznələr, qızlarım. Ancaq mən onu daşıyırdım, getdim, həkimlər də bunu mənə dedilər ki, sən buna güc gəlmişsən. Cabbarov Nadil, Əbülqasım oğlu, Lənkəran rayonu Ülgə kəndində yaşayıram. Bu belə təsəvvür elədim ki, mən kənd yeri idi, işləyirdi, sahaya, mal-qara ilə məşğul olandan sonra mənə dedilər, arıqlaşmışsın. Mən də belə də narahatçılıq eləmirdim. Mən getdim həkimin yanına, dedim, bəs burada mədə-bağırsaq həkimi kimdir? Dedilər ki, bax, Kövsər. Nəsə getdim, yaxınlaşdım, doktor, salam, əleyhissalam. Dedi, nədir? Dedim, bəs belə də mədə məni incidir, məndə qan axmaq olur, filan fasmaka. Dedi, sabah gələrsən, sənin mədəni yoxlayarım. Getdi, nəsə bir ay müalicə yazdı mənə. Mədəm incitmirdi, belə düzəldi. Dedim, bu alınmır, yenə qan axmaq var. Bir ay keçdi də üstündə. Nəsə ikinci dəfə getdi, dedi, gələrsən, yenə təzədən yoxlanış eləyər. Nəsə getdi, bağırsağımı yoxladı, bir ay keçdi onun üstündə. Bağırsağı yoxlayandan sonra mənə dedi ki, daha doğrusu mənə demədi, yeznəmə dedi ki, bunu apar Bakıya. Nəsə dedim, boş şeydir falan, dedi ki, gedək Bakıya da. Nəsə getdi Bakıya. Bakıya getdi. Onkoloji xəstəxana məni yoxlanışdan keçirdəndən sonra, analizləri verəndən sonra mənə dedi ki, sən onkoloji xəstəsən. Sənin düz bağırsağın xəstədir. Mən də dedim ki, vallahi mən bilmirəm, mən mədəm ağrıyırdı. İndi deyirsiniz belə, yoxlayardı. Yoxlanandan sonra məni göndərdilər Şua həkimi yanına. Şua həkimi mənə məsləhət verdi ki, dedi, sən 5-ci mərtəbəyə qalxarsan onkolojiya, falan həkimin yanına, Arif həkimin yanına. Arif həkimin yanına getdi, o ximiya təyin elədi. Ximiya təyin eləyəndən sonra dedi ki, birinci günü vurdular mənə, sonra məni göndərdilər evə. Mən getdim, demək 12 gündən sonra yenə ikinci ximiyanı qəbul elədim. İkinci ximiyanı qəbul elə, hər 12 gündən bir dənə ximiya vurardılar mənə. Yəni ki, effekti çox yaxşı idi. Yəni, mən özümdən götürərəm deyəndi ki, yəni o müalicə mənə çox dəyər verdi. Yəni, mənə taqətdən düşmüşdü, yeməkdən düşmüşdüm. O müalicədən sonra yavaş-yavaş o səhnələr doldu. Sonra o ximiya 5 kurs mənə vurdular. 5 kursdan sonra getdim yoxlanışa. Dedi ki, indi gərək 2 ay evə gedəsən ki, heç bir şeyə dərmazat qəbul eləməyəsən. Mən də gəldim evə. Evə gələndən sonra getdim yenə, dedilər ki, sən Şuaya getməlisən. Getdim Şua həkimin yanına, Leyla xanım idi. Yoxlanışda elədilər, dedilər, biz sabahdan səni qəbul eləyərik Şuaya. Nəsə getdi, Şuanı da qəbul elədim, 21 gün. Düşdü ay noyabrın 7-sinə, o bayramlar, o Covid nə idi, onlara qarşı. Mənim müalicəm də qurtardı. Qurtarandan sonra gəldim evə, göndərdilər evə. Dedilər ki, 8 həftədən sonra yenə gələrsən onkolojiya.
8 haftadan sonra gələrsən onkologiyaya, yoxlanış eləyərik, nə olsa, o sonra cərrahlıqdır. Ben de getdim 8 haftadan sonra yanvarın 11'inde analizleri verdim. Çıxdım getdim. Lənkəranda verdim. Bana dedilər, səndə maşallah hər şey yaxşıdır. Ben de dedim, ha yaxşıdır, biraz da yaxşı. Acaba mən yerə gedim, burada dəyim, gəlimdi. Getdim, burada dəydim. Hara? Onkolojiya getdim, dəydim. Məni yoxlanışdan yenə keçirtdilər, MRT elətdirdilər. Burada eləmişdim, orada da elədilər. Dedilər, səndə yaxşıdır. Sən sağalmısan. Sağalmısan, sənin qorxun yoxdur. Biraz pariz eləməlisən. Mən də oradan çıxdım, gəldim evə. Gəldim evə, yaxşı idim, evdə iş görürdüm, zad eləyirdim. Biraz soyuqda, qış ayda biraz soyuğu dedi, mühafizə eləsin. Ondan sonra da onunla iş bitdi. O onkoloji xəstəlıq məndən çəkilib getdi. Hamıya da məsləhət bilirəm ki, yəni ki, onkoloji xəstəxanada düzgün müalicə və keyfiyyətli gedir. O şad xəbəri eşidəndən sonra gəldi mənim böyük qardaşım. Mənə dedi ki, sən bunu eləmə, onu eləmə, bunu yemə, onu yemə. Dedim, niyə? Mən yaxşı olmuşam da. Yəni, xəstə mənəm. Məndə heç bir şey yoxdur. Təmizlənib gedim. Mən neçə kurs müalicə olmuşam falan. Həm də ki, yəni yeməyim var idi. Neçədən qurban kəsdilər mən üçün. Sevindilər, yeznələr, qızlarım. Qardaşım uşaqları, bacım uşaqları, hamı gəldilər təsəl, qonşularım. Demək, bir böyük qabiliyyəli idi. Adam da utanırdı hər kim gələndə, xəstə necəsən falan. Dedim, valla mən də siz kimi bir adamım, sirəvi adamım. Xəstə deyiləm. Var idi, düzəldi getdi də. Bu onkoloji məndə var idi. Ancaq mən bilmirdim bu onkolojidir. Ancaq mən onu daşıyırdım, getdim, həkimlər də bunu mənə dedilər ki, sən buna güc gəlmişsən. Sən güc gəlmişsən ki, tez gəlmişsən, sən necə hiss elədin? Dedim, valla mən hiss eləmədim. Həkim məni göndərdi Bakıya onkolojiya, dedi ki, bir dəfə onlar yoxlasınlar səni. Mən də getdim, şükür Allah, onun barəsində gördüm.